Salam əziz dostlar, əziz poeziya, şeir severlər, kanalımızın çox dəyərli izləyiciləri, abonəçiləri, əziz, hörmətli, çox dəyərli həmvətənlər, İlqar Unuslu severlər. Həkim, müəllim, yazar, şair İlqar Tağoğlu Tağıyevin YouTube'da İlqar Unuslu kanalında xoş gördük sizləri. Əziz dostlar, bildiyiniz kimi hər dəfə sizlərə yeni, maraqlı, dövrümüzə, zamanımıza uyğun, fəlsəfi məzmunlu videolar seçərək paylaşıram. Və ümid edirəm ki, paylaşdığım videoları bəyənirsiniz. Əziz dostlar, bəyəndiyiniz videoları like etməyi və YouTube'da İlqar Tağıyev İlqar Unuslu kanalına abunə olmağı da unutmayın. Sizlərə təşəkkür edir və minnətdarlığımı bildirirəm. Əziz dostlar, bu dəfə sizlərə Azərbaycan elminin görkəmli nümayəndələrindən biri, dahi alim, kimya elminin duası, nəhəng ziyalı, əsl pedaqoq, Gəncə Dövlət Universitetinin Kimya Biologiya Fakültəsinin Kimya Kafedrasının professoru, pedaqoji elmlər doktoru Tağı İbrahimoğlu Tağıyev haqqında onun bəzi elmi əsərləri, xüsusilə xarici ölkələrdə, o cümlədən Moskvada dərc olunan elmi əsərləri, məqalələri və s. haqqında məlumat verməyə çalışacağım. Əziz dostlar, kimya elminin görkəmli nümayəndəsi, dahi alimimiz Tağı müəllim Tağıyev 1942-ci ildə Ordubad rayonunun Nus kəndində kolxoz ailəsində doğulmuşdur. 35 il Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun məktəblərində, o cümlədən Naxçıvan Təhsil Nazirliyində inspektor kimi fəaliyyət göstərmişdir. Kimya, biologiya üzrə keçirilən olimpiyadalarda uzun müddət olimpiyada rəhbəri kimi çalışmışdır. Tağı müəllimin yetirdiyi tələbələr müxtəlif peşə ixtisas sahibləridirlər, kimya və biologiya müəllimləridirlər, həkimlərdirlər, o aspirantlardılar və s. doktorantlardılar və bu gənclər Tağı müəllimin onlara verdiyi bu əməyi yüksək qiymətləndirir və hər zaman professora öz təşəkkürlərini bildirirlər. Əziz dostlar, Tağı müəllim 30 ilə yaxındır ki, Gəncə Dövlət Universitetinin Kimya Kafedrasında fəaliyyət göstərir. 1986-cı ildə Moskvada pedaqoji elmlər namizədi dissertasiyası müdafiə etmişdir. Alimlik dərəcəsi almışdır və sonra pedaqoji elmlər doktoru dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru və professor adına layiq görülmüşdür. Tağı müəllimin 200-dən çox elmi əsəri var, 100-dən çox elmi kitabı var. Bu əsərlər arasında dərs vəsaitləri, metodik vəsaitlər, dərsliklər, fənn proqramları, çoxlu sayda elmi məqalələr, metodik məqalələr və s. həm ölkəmizin nüfuzlu jurnallarında, həm də Rusiyanın, o cümlədən Moskva şəhərinin jurnallarında dərc olunmuşdur. Belə ki, Tağı müəllimin Moskva şəhərinin Ximiya və İşkole, Rusiyanın Ximiya və İşkole jurnalında dərc olunmuş bəzi əsərlərini sizlərə, əsərləri ilə tanış etmək istəyirəm. Belə ki, hələ 2010-cu ildən bəri Tağı müəllim hər il Moskvanın Ximiya və İşkole jurnalında məqalələr çap etdirir və bu jurnalda Rusiyanın nəhəng alimləri, görkəmli kimya alimləri, dahi şəxslər öz əsərləri ilə çıxış edirlər. 2015-ci il və 3-cü nömrədə Ximiya və İşkole jurnalıdır. Tağı müəllimin elmi əsərləri Rusiyanın alimləri tərəfindən bəyənilir, dərc edilir. 2016-cı il yenə Ximiya və İşkole jurnalı Rusiya Moskva şəhərində dərc olunmuşdur və burada Rusiyanın müxtəlif vilayətlərindən, müxtəlif regionlarından məşhur kimya alimləri öz əsərləri ilə çıxış edirlər. 2017-ci il 2-ci nömrə Ximiya və İşkole jurnalında yenə Tağı müəllimin əsərləri dərc olunmuşdur. Və belə ki, bu Ximiya və İşkole jurnalında Rusiyanın ən görkəmli kimya alimlərinin əsərləri dərc olunur və Tağı müəllimin də əsərləri bu əsərlər siyasında dərc olunur və Rusiya alimləri tərəfindən yüksək qiymətləndirir. 2018-ci il 5-ci nömrə Ximiya və İşkole jurnalı, 2019-cu ilin Ximiya və İşkole jurnalında yenə Tağı müəllimin silsilə şəklində elmi əsərləri, məqalələri, kimyanın müxtəlif sahələri üzrə, üzvü kimya, qeyri-üzvü kimya, bioloji kimya, kompleks birləşmələr kimyası, kolloid kimya, analitik kimya və s. kimyanın əksəriyyət sahələri ilə bağlı Tağı müəllimin əsərləri yenə Ximiya və İşkole jurnalında görürsünüz. 2020-ci ilin 1-ci nömrəsində yenə Tağı müəllimin
pedaqoji təhsillə bağlı, kimya elminin sirləri ilə bağlı, ekoloji təlim-tərbiyə prosesi ilə bağlı çox gözəl əsərləri dərc olunmuşdur. Bu jurnallardan biri də növbəti 2021-ci ilin Kimya Şkole jurnalı 1-ci nömrədir. Görürsünüz, burada da Tağım müəllimin elmi əsərləri öz əksini tapır. Və 2022-ci ilin 3-cü nömrəsində yenə Kimya Şkole jurnalı Moskva şəhərində dərc olunub və gördüyünüz kimi silsilə şəklində hər il mütəmadi olaraq Tağım müəllimin bir neçə elmi əsərləri, məqalələri Moskvada Kimya Şkole jurnalında dərc olunur və ölkəmizdə demək olar ki, yeganə alimdir ki, həm kimyanın tədris metodikası üzrə, həm ekoloji problemlər üzrə, həm də o cümlədən Moskvada Kimya Şkole jurnalında əsərləri dərc olunan yeganə alimdir, professordur. Və ən nəhayət 2024-cü il, görürsünüz, 1-ci nömrə Kimya Şkole jurnalından bu ilki jurnaldır. Burada da görkəmli alimimizin əsərləri dərc olunmuşdur. Əziz dostlar, Tağım müəllim 83 yaşı var. Hal-hazırda elmi pedaqoji fəaliyyətini davam etdirir və gənc nəslin müasir dövrümüzə, zamanəmizə uyğun ruhda təlim almasında və tərbiyə olunmasında çox böyük xidmətlər göstərmişdir. Bu fədakar əməyi yüksək qiymətləndirilmiş, bir çox orden, medallar, mükafatlar, fəxri fərmanlar, diplomlar almışdır. Bu işdə Tağım müəllimə can sağlığı, uzun ömür və gələcək fəaliyyətində daha böyük müvəffəqiyyətlər, uğurlar arzulayırıq. Əziz dostlar, dinlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm və YouTube'da İlqar Tağıyev İlqar Unsur kanalına abunə olmağı və bəyəndiyiniz videoları like etməyi də unutmayın. Gözəl günlər, xoş arzular, xoş istirahətlər diləyilə, sağ salamat, xoşça qalın.